Salam, hər vaxtınız xeyir olsun əziz kanal izləyiciləri. Bugün 26 oktyabr tarixində OTK nəşrlərinin blok fənlər üzrə sınav imtahanı keçirildi. Bugün biz sizlə bu blok sınavının informatika fənni ilə testlərini müzakirə eləyəsinik. Baxaq görək necə suallar var. Və videoya başlamamışdan öncə qeyd edeyim ki, hal-hazırda bizim abituriyentlər üçün informatika hazırlıq qruplarına qeydiyyatımız davam eləyir. Həm mövcud qruplara, həm yeni qruplara. Dərslərimizə qatılmaq üçün kanalda əlaqə nömrələri qeyd olunubdur. Həmin nömrələrlə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz. İndi isə keçirik yeni sınavımızın sual izahlarına. Deməli, başlayırıq 61-ci sualla. 61-ci sualda görək bizə nə deyir. Onluq say sistemində verilmiş 516 kvadrat ifadəsinin qiymətini 16-lıq say sistemində ifadə edin. Adətən bu tipli suallarda nədən istifadə edirik? Müxtəsər vurma düsturlarının köməyindən. Baxın, burada bizə nə verib? 516-nın kvadratı. Biz gəlib bunu yazırıq. 512 plus 4-ün kvadratı kimi və 2 ifadə cəminin kvadratının açılışı kimi bunu gəlib açırıq. 2 üstü 9 plus 2-nin kvadratının kvadratı kimi. Birincinin kvadratı bizə verdi 2 üstü 18. Üstə gələk hasillərinin 2 misli 2 üstü 12 və üstə gələk 2 üstü 4. İndi biz bunu 16-lıq say sisteminə, bu cəmi 16-lıq say sisteminə necə çeviririk? Birinci başlayırıq 2 üstü 18-dən. Yadınızda saxlayın, 16-lıq say sisteminə çevirəndə həmişə 2 qüvvətlərin 16-lıq say sisteminə çevirirsinizsə, qüvvəti götürürsünüz, bölürsünüz 4-ə. 18-i 4-ə böldük, 4 düşdü, qalıqda qaldı 2. Buradakı qalığı həmişə 2 qüvvətinə qoyursunuz və birinci rəqəmin yerinə yazırsınız. Yəni ki, qalıq neçədir? 2. 2-ni həmişə 2-nin qüvvətinə yazasınız. 2 üstü 2 sizə verəcək birinci rəqəmi, birinci rəqəm. Tam hissə isə sizə həmişə sıfırların sayını verir. Tam hissə də olur sizdə 0 sayı. İndi gəldik. 2 üstü 2 nə eləyir? 4. Yanına da gətirdim. 4 dənə 0 yazdım. Bu oldu 16-lıqda. Bu 2 üstü 18-in qarşılığı idi. Eyni qayda ilə 2 üstü 12. 12-ni götürdük. Böldük 4-ə. 3 düşdü. Qalıqda da qaldı 0. Onda nə deyirik? 2 üstü 0 birinci rəqəm olacaq. Birinci rəqəm. Tam hissədə olacaq. 3 dənə də yanına 0. 2 üstü 0 nə deməkdir? 0 üstü qüvvət 1-dir də, düzdürmü? Yanına da gətirdik. 3 dənə 0 yazdıq 16-lıqdan. Bu da oldu 2 üstü 12-nin qarşılığı. İndi gəldik, baxdıq. Bu sonuncu nədir? 2 üstü 4-dür də. 2 üstü 4. Bu nə deməkdir? 4-ü bölürsünüz 4-ə. 1 düşür. Qalıqda da qalır 0. Yenə nə deyirsiniz? 2 üstü 0 birinci rəqəm, yəni 1. Yanına da gətirib nə yazırsınız? Bir dənə 0 yazırsınız. 16-lıq deyirsiniz. Bu da 2 üstü 4-ün 16-lıq qarşılığı olacaq. Və gəlirsiniz, bunları cəmləyirsiniz. 0, 1, 0, 1, 4. 16-lıqda. Belə bir cavab varmı? 4, 1, 0, 1, 0, 16-lıq cavabımız olasıdır. C variantı. Bu oldu 61-ci sualımızın izahı. 62-ci sualda bizə nə deyir? Onluq say sistemində verilmiş 8 üstü 6 çıx 3 ifadəsinin qiymətini 8-lik say sisteminə çevirəndə alınan ədədin ilk və son rəqəmlərinin cəmini 8-lik say sistemində ifadə edin. Deməli, baxın, siz verilən ədəd nədir? 8 üstü 6. 8-in qüvvətin 8-lik say sisteminə çevirirsinizsə,
Bunun üçün ən rahat yol nədir? Yəni bölmə falan bunların hamısını qoyursunuz bir kənara. Belə yazırsınız. Misal üçün 8 üstü n onluq ədədini onluq ədəddirsə, onluq ədəddirsə, siz bunu 8'lik say sisteminə çevirəndə bir yazırsınız və yanına qüvvətin say qədər sıfırlar əlavə eləyirsiniz və 8'liklə deyirsiniz. Yəni buradakı sıfır sayı n sayda. N sayda. Bax bu 8'in qüvvətinin 8'lik say sisteminə ən rahat çevrilmə üsuludur. Və bunu istənilən say sisteminə çevirmək olar. Necə? Məsələn, tutaq ki, 5'in qüvvətin 5'lik say sisteminə çevirirsinizsə, 1 yazıb yanına yenə də n sayda 0 yazarsınız. İndi mən məsələn 8 üstü 6'nı 8'lik say sisteminə çevirmək istəyirəmsə, 1 yanına da gətirib 6 dənə 0 yazaram və 8'lik say sistemində deyərəm. İndi buradan da gələk, 8'lik say sisteminə çevirdim. Bundan da gəlib 3 çıxsam. 3 onsuz da 8'lik say sistemində mövcud olan ədəddir deyə. Bir yanında 6 dənə 0 çıxılsın 3 deyirəm 8'likdə. Deməli gələcəyik. Bu birdən götürəcəyik, paylaşdıracağıq bunların arasında. Mən harda çıxıram? 8'lik say sistemində çıxıram deyə. Bax bu birdən ayrı-ayrı gətirdik. Gəldik. Misal üçün burada neçə oldu? Burada oldu. Artıq 8'lik say sistemində 8 ayrıqda. Gəldi bura düşdü 8. 8'dən 3 çıxdım. Nə qaldı? 5 qaldı. İndi gəldik. Məsələn, mən bu 1-dən 8 ayırmışdım. Bu 8 birin bu tərəfə verəndə burada 7 qalır. Bura 8 olur. Bu 8 birin bu tərəfə verəndə bura 7, bura 8 olur. Sonra bu birim bura verir, bura 7, bura 8 olur. Bu birim bura verir, bura 7, bura 8 olur və bu da birim bu tərəfə verir, bura 8, bura 7 olur. 8'dən üçün çıxdım 5. Qalanlarının hər biri nə olacaq? 7, 7, 7 və 7 olasıdır. İndi gəldik, baxdıq. Məndən nə istəyirdi? Alınan nəticə, yəni bundan bunu tutsam 8'lik say sistemində bu nəticə alınasıdır. İlk və son rəqəmlərinin cəmini 8'lik say sistemində. Buradan da gəlib 7 ilə 5'i cəmləyirəm. Bu 12 eləyir. Amma 8'lik say sistemində toplayıramsa 12'nin içində neçə dənə 8 var? 1 dənə 8 var. Burada qalacaq. Yəni belə deyək də 12'ni bölərsiniz 8'ə 1 düşür. 12'dən də 8 çıxanda 4 qalır. 4'ü yazırsınız, 1'i də yazırsınız qarşısına. 62-ci sualda da cavabınız C variantı olasıdır. 63-cü sualda görək bizə nə deyir? Avtomatik qurğu Unicode əlifbasında kodlaşdırılmış mətni 1024 simvollu əlifbaya çevirən zaman onun informasiya həcmi 3 vurulsun 212 bayt azalmışdır. Həmin mətn 32 simvollu əlifbada kodlaşdırılarsa, onun həcmini baytla müəyyənləşdirin. Deməli, birinci baxırıq. N1. Unicode-da 216 sayda simvol var deyə i bərabərdir 16 bit və ya 2 bayt. Onda biz n2 bərabərdir 1024 2 üstü 10 deməkdir. Bura i1 deyək. Burada i2 də bərabərdir 10 bit olasıdır. İndi mən deyirəm ki, x sayda simvol olsa, çünki məndə simvol say verilməyib. Deyirəm ki, x sayda simvolum var. Mən burada Q1'in bərabər olasıdır 16x-ə, 16 bitdən x sayda simvol. Q2 də bərabər olasıdır 10x-ə. Deyir ki, həcmi 3 vur 2 üstü 10 bayt azalmışdır. Məndə burada onda yəni Q1 çıxaq Q2 aradakı fərqi görməliyəm də. Azalıbsa Q1 çıx Q2 3 vur 2 üstü 12 bayt olmalıdır. İndi mən burada bitlə hesablamışam deyə gətirib yerinə qoyanda 16x çıxaq 10x bərabərdir. Bu tərəfi də bitə çevirirəm. 3 vurulsun 2 üstü 12 vurulsun 2 üstü 3 deyirəm. 8'ə baytı bitə çevirəndə 8'ə vururuq. Alıram ki 6x bərabərdir. 3 vurulsun 2 üstü 15. Buradan da gəlib x hesablasam 3 vur 2 üstü 15'i 6'ya bölsək 2 üstü 14 qalacaq da. İndi gəldik. Bu nədir bizdə? 214 simvol sayıdır. Simvol sayı. Bizdən nə istəyirdi tapaq? Bizdən deyirdi ki, həmin mətn 32 simvollu əlifbada kodlaşdırılarsın. İndi baxaq. N bərabərdir 32. 32 2 üstü 5 deməkdir. Bir simvolun həcmi 5 bit olasıdır. Onda 5 bit olasıdır. Onda da Q bərabərdir.
Q bərabərdir. 5 vurulsun 2 üstü 14. Bu nə iləndir? Bitnəndir. Amma məndən həcmi byte ilə istəyir deyə görürsünüz xüsusi vurğulayıbdır. Baxın cavabda 5 vur 2 üstü 14 da var. 5 vurulsun 2 üstü 14 bölünsün 2 üstü 3. Bu da nə olur? 5 vurulsun 2 üstü 11 olur. Burada da cavabımız 63-cü sualda nə olacaq? B variantı olacaq. Sonra gəldik, baxdıq 64-cü sual. 2056-nın kvadratı onluq ifadəsinin 8-lik say sistemində təsvirində olan sıfırların sayı 16-lıq say sistemindəki təsvirində olan sıfırdan fərqli simvolların sayından nə qədər çoxdur? Deməli, baxın, prosesi görün nə qədər uzadıbdır. Əvvəlcə bu 2056-nın kvadratına baxaq. Bu nə deməkdir? Bu deməkdir 2048 plus 8-in kvadratı. Bu da nə deməkdir? 2048 2 üstü 11 üstəgələk 2 üstü 3-ün kvadratı deməkdir. Birincinin kvadratı 2 üstü 22, hasillərinin 2 misli 2 üstü 15 və ikincinin kvadratı 2 üstü 6. İndi gələk, birinci biz bunu çevirək 8-lik say sisteminə, birinci. 8-lik say sisteminə çevirəndə yenə də mənim işim nə iləndir? Qüvvətlərləndir. 16-lığa bayaq yuxarıda çevirdik. Qüvvəti götürüb 4-ə bölürdük. 16-lıq say sisteminin bir simvolu 4 bit olduğuna görə, onda bu məntiqlə 8-liyə çevirəndə qüvvəti götürüb 3-ə böləsiyik. Niyə? 8-lik say sisteminin bir simvolu 3 bit olduğuna görə. Bunun da niyəsə Hartle düsturuna bağlıdır. Çünki simvol sayını nəzərə alırıq biz orada. Deməli, 22-ni böldüm 3-ə. Əvvəlcə 8-liyə çevirirəm. 7 düşür. Qalıqda qalır 1. Deməli, bu nə deməkdir? Qalığı həmişə qoyuram 2-nin qüvvətinə. 2 üstü 1, 2 deməkdir. Yanına da 7 dənə 1, 2, 3, 4, 5, 6, 7 dənə 0. Bu oldu 8-likdə. Yəni, bu 2 üstü 22-nin qarşılığıdır. Sonra gəldim 2 üstü 15. 15-i gətirdim, böldüm 3-ə. 15-i 3-ə böləndə 5 düşdü. Qalığımda qaldı 0. Deməli, buradan da gəlib nə yazıram? 2 üstü 0, 1. Yanına da 5 dənə 0. 1, 2, 3, 4, 5 dənə 0. Qalığı da 2-nin qüvvətinə qoyuram. 2 üstü 0, 1 deməkdir. Sonra bir də 2 üstü 6. 6-nı gəlib böldüm 3-ə. 2 düşdü. Qalıqda qaldı 0. 2 üstü 0, 1 deməkdir. Yanına da gəlib 2 dənə 0 yazıram. Tam hissənin sayı qədər. Yəni, bu sıfırları mən həmişə tam hissənin sayına görə yazıram. Bu oldu 0, 0, 1. Sonra yenə 0, 0, 1. Sonra oldu 0 və 2. Bu oldu 8-likdə. İndi gəlib baxırıq ikinci. İkincidə 16-lığa çevirirəm mən bunu. 22-ni böldüm 4-ə. 22-ni 4-ə böləndə 5 düşdü. Qalıqda qaldı 2. 5 düşdü. Qalıqda 2 qaldı deyə. Deməli, qalığı 2-nin qüvvətinə qoyuram. 2 üstü 2, 4. Yanına da tam hissənin sayı qədər 0 yazıram 16-lıqda. Sonra gəlib 15-i bölürəm 4-ə. 15-i 4-ə böləndə 3 dəfə 4-ün 12, qalıqda da qalır 3. 2 üstü 3, 8 eləyir. Yanına da gətirib 3 dənə 0 yazıram. 8, yəni qalığı həmişə 2-nin qüvvətinə qoyurdum. Sonra bir də qaldı burada 6. 6-nı gəlib bölürəm 4-ə. 1 düşür, qalıqda 2 qalır. 2 üstü 2, 4 eləyir. Yanına da tam hissənin sayı qədər 0 yazıram 16-lıqda. Və gəlib cəmləyirəm bunları da. Bunları da cəmləyəndə 0, 4, 0, 8 və 0, 4, 16-lıqda. Nə deyirdi mənə? Mən buradakı cəmi həm 8, həm 16-lıq say sistemlərinə çevirdim. Deyir ki, 8-lik say sistemindəki təsvirində olan 0 simvollarının sayı. Neçə dənə 0 var burada? 1, 2, 3, 4, 5 dənə 0 var. 16-lıq say sistemindəki təsvirində sıfırdan fərqli simvollar, 3 dənə də sıfırdan fərqli simvol var. Nə qədər çoxdur? 5-dən 3-ün çıxırsınız. 2, 64-cü sualda cavabımız olacaq A variantı. Baxırsınız 65-ci suala. Nə deyir burada bizə? Deyir ki, RGB kodlaşdırma sistemində 1024-2048 ölçülü qrafik təsviri, rəng dərinliyi X olan kodlaşdırma sistemində kodlaşdıran zaman həcmi 33 MB olmuşdur. Aha.
Ə, Range dərinliyi x olan kodlaşdırma sistemindəki maksimal range çalarlarının sayını müəyyənləşdirin. Deməli, ə, baxaq burada. Range dərinliyi x-dirsə, yəni bizdə range dərinliyi rangelərin maksimal sayı 2 üstü i. Bu rangelərin maksimal sayı deməkdir. Sayı deməkdir. Və burada i də bizdə range dərinliyidir. Range dərinliyi Hartley düsturuna görə. İndi burada RGB kodlaşdırma sistemində olan ölçülü qrafik təsviri. Bunu qoydum bir kənara. RGB-dən çıxmışam artıq. Çünki mən range dərinliyi x olan kodlaşdırma sisteminə baxıram. Yəni mən i bərabərdir x deyib və hesablamalıyam n bərabərdir 2 üstü x-i. Çünki məndən istəyir eni. Range çalarlarının maksimal sayını müəyyən edin. Maksimal range çalarlarının sayı. Yəni məndən eni istəyir burada. İndi gəldik. Onda biz nə deyirdik? Qrafik təsvirin həcmini hesablayanda range dərinliyini təsvirin piksellərinin sayına vururduq da. Təsvir də 1024 vur 2048 ölçülüdür deyə. Gəlib buradan deyirəm ki, x bitlə vurulsun 1024 vur 2048 ölçülü təsvir 33 megabayt isə bunu da gəlib yazıram. 33 vurulsun 2 üstü 23 megabaytı bitə çevirmək məcburiyyətindəyim. Niyə? Çünki burada n bərabərdir 2 üstü i düsturunda biz i-ni adətən bitlərlə hesablayırıq da. Buradan da gəldik, dedik ki, x vurulsun 2 üstü 10 vurulsun 2 üstü 11 bərabərdir 33 vurulsun 2 üstü 23. Buradan da gəlib x-i hesablasaq 33 vurulsun 2 üstü 23 bölünsün 2 üstü 21. Buradan da alırıq ki 33 vurulsun 2 üstü 2. Bu da nə eləyir? 33'ü 4'e vuranda 4 üçün 12 bir yadda, 4 üçün 12 bir də yadda 13. Mən x-ə 132 aldım. Ancaq məndən x-i yox, n-i istəyirdi. N də nəyə bərabər olmalıydı? 2 üstü x-ə, yəni rənglərin maksimal sayı 2 üstü 132, 65-ci sualda cavabımız Y variantı olurdu. 66-cı suala baxırıq. Pərvanə raster qrafik redaktorundan istifadə edərək 9 MB həcmə malik qrafik təsvirin palitrasındakı rəng çalarlarının sayını 256 dəfə azaldır. Bu zaman qrafik təsvirin informasiya həcmi 6 MB azalır. Çevrilmə zamanı piksellərin sayının dəyişmədiyini nəzərə alaraq ilkin təsvirin rənglər palitrasında ən çox neçə rəng çalarının olduğunu müəyyənləşdirin. Deməli, mən deyirəm birinci N1. 2 üstü i. Yəni ilk dəfə mənim palitramda bilmirəm nə qədər rəng var. Bunu 2 üstü i ilə işarə eləyirəm. Deyir ki, rəng çalarlarının sayını 256 dəfə azaltdı. Deməli, ikinci dəfə mən rəng çalarlarının sayını 256 dəfə azaldıram. Onda bu da olur 2 üstü 256 2 üstü 8-dir deyə 2 üstü i minus 8. Bu zaman qrafik təsvirin informasiya həcmi 6 MB azalır. İndi təsvirin ölçüsünə də deməli buradan bir pikselimiz i bit olur. I bit. Burada bir pikselimiz i minus 8 bit olur. Təsvirdəki piksel sayında şərti olaraq gəlib belə deyək də piksel sayı. Deyirəm ki, olsun A vurulsun B. A vurulsun B. Onda mən Q1-i hesablasam, Q1 bərabərdir. I vurulsun, A vurulsun, B bərabərdir. 9 vur, 2 üstü 23 deyirəm. Niyə görə mən bunu bitlə götürmüşəm? Birinci təsvirin həcmi 9 MB idi. Bitə çevirdim. Onda Q2 də bərabərdir. I minus 8 vurulsun A vurulsun B. Deyir ki, bu zaman qrafik təsvirin informasiya həcmi 6 MB azalır. 9 MB-ı da 6 MB azaldanda 3 MB olur. 3 vurulsun 2 üstü 23 və təsvirdə piksellərin sayı dəyişməyib. Elə burada da A vur B götürmüşəm, burada da A vur B götürmüşəm. Bu
Bunu necə həll eləyərik? Gələk bunları tərəf-tərəfə bölək. I vurulsun, A vurulsun, B bölünsün. I çıx 8 vurulsun, A vurulsun, B bərabərdir. 9 vur 2 üstü 23 bölünsün. 3 vur 2 üstü 23'e. Bunlar getdi, bunlar getdi. Yerdə qaldı. I vurulsun. 9'dan da 3 gedəcək. Burada 3 qalacaq da. Bunu da gəlib çarpaz vurub həll eləsək, alasıyıq ki, 3i çıxılsın 24 bərabərdir i-yə. Buradan da alırıq ki, 2i bərabərdir 24-ə və i bərabərdir 12-yə. Mən nəyi tapdım? i-nin qiymətini tapdım. Mənə nə deyir? Çevrilmə zamanı piksellərin sayının dəyişmədiyini nəzərə alaraq ilkin təsvirin rənglər palitrasında ən çox neçə rəng olduğunu müəyyənləşdirin. N1 idi də rəng palitrası əvvəlcə bizdə. i12-dirsə N1 də bərabər olacaq 2 üstü 12-yə. Burada da cavabımız 66-da nə olacaq? B variantı olacaq. Bu da olur növbəti sualımızın izahı. Sonra gəldik, baxdıq. Növbəti 67-ci sualda bizə nə deyir? Deyir ki, sistemə giriş üçün 8 simvollu parollardan istifadə olunur. Hər bir parol üçün ilk 4 simvol yalnız Azərbaycan əlifbasının kiçik hərfləri və onluq say sisteminin rəqəm simvolları, 5-ci, 6-cı mövqedə olan simvollar yalnız 16-lıq say sisteminin simvolları, 7-ci, 8-ci mövqedə isə yalnız onluq və 16-lıq say sisteminin simvolları iştirak edə bilər. Neçə belə müxtəlif parol yaratmaq mümkündür? Deməli, baxaq, burada bizə nə deyir? 8 simvollu parol. 1, 2, 3, 4, 5, 6, 7, 8. Deyir ki, hər bir parol üçün ilk 4 simvol yalnız Azərbaycan əlifbasının kiçik hərfləri və onluq say sisteminin rəqəmləri. Azərbaycan əlifbasında 32 hərf var və onluq say sistemində də 10 dənə simvol var. Toplam bu nədir? 42 dənə simvoldur. Onluq say sisteminin rəqəm simvolları. Deməli 32, 10, 42. Yəni ilk 4 dənəsi 42, 42, 42, 42 simvolun arasından seçiləcək. Sonra 5-ci və 6-cı mövqedə olan simvollar yalnız 16-lıq say sisteminin simvolları. 16-lıq say sistemində də 16 dənə simvol var deyə 5-ci və 6-cı mövqedə dayananlar 16-lıq say sisteminin simvollarıdır. 7-ci və 8-ci mövqedə isə yalnız 10-luq və 16-lıq say sisteminin simvolları iştirak eləyə bilər. Burada da yenə də onluq say sistemindəki simvollar 0-dan 9-a qədərdir. Bunlar 16-lıq say sistemində olduğu üçün elə bunları da 16 vur 16 şəklində yaza bilərik. Deməli, buradan da nə alırıq? D variantı alarıq. Neçə belə müxtəlif parol yaratmaq mümkündür? 67-ci sualda cavabımız D variantı. 68-ci sualda tam dolu diskdən 2 ədəd 3 megabaytlıq şəkil faylı, 5 ədəd 4 megabaytlıq video fayl və 3 ədəd eyni ölçülü mətn faylı sildikdən sonra 2 ədəd 4 megabaytlıq qrafik fayl yazıldı və diskdə 33 megabayt boş yer qaldı. Deməli, baxaq. Tam dolu diskdə 2 ədəd 3 megabaytlıq, 2 ədəd 3 megabaytlıq şəkil faylı silindi. Və 5 ədəd 4 megabaytlıq, 5 ədəd də 4 megabaytlıq video fayl və 3 ədəd eyni ölçülü mətn faylı. 3 ədəd də tutaq ki, x megabaytlıq mətn faylı deyirəm. Bunlar silinən həcmdir. Ümumi boş həcm bu qədərdir. İndi məndə boş həcmə görə tənliyimi yazıram da mən. 2 ədəd 4 megabaytlıq qrafik fayl yazıldı. Bu ümumi boş həcmdir. Mən bura yazıramsa bu boş həcm azalır da. Yazıram, çıxılsın 2 vurulsun 4 megabayt. Qrafik fayl yazıldı və diskdə boş həcm 33 megabayt oldu. Bərabər də 33 megabaytı. Bax, tənliyi həll eləməliyəm. 6, 20. Bu eləyir 26 üstə gələk 3 x çıxılsın 8 bərabərdir 33-ə. Bu da bizə nə verir? 3x bərabərdir. 26-dan 8-in çıxsaq 18, 33-dən də 18-in çıxsaq 15. X-də nəyə bərabərdir? 5 megabayt. Deməli, məndən bir mətn faylının informasiya həcmini istəyirdi də 5 megabayt 68-ci sualda cavabımız B variantı.
Sonra gəldik, baxdıq 69-cu sualda görək bizə nə deyir. Deyir ki, bu 71-in boşluğuna yazaq. Sonra qayıdıb buranı silərik. Deməli, 69-cu sualda deyir ki, Elçin, Aylin, Atabey və Cəmil dostdurlar. Onlar Bakı, Sumqayıt, Gəncə və Füzuli şəhərlərində işləyirlər. Onlardan ikisi iqtisadçı, biri həkim, digəri isə müəllimdir. Deməli, qısa-qısa yazaq. Elçin, Aylin, Atabey və bir də Cəmil. Aha. Deməli, bunların arasında iki nəfər iqtisadçı, həkim və müəllim. Həkim və müəllim. Modelləşdirməyə aid bir sualdır. Cədvəl informasiya modelləri bölməsindən. Məlumdur ki, bir də bunların yaşadığı şəhərlər də var. Deyir ki, məlumdur ki, Gəncə şəhərində çalışan şəxs iqtisadçı deyil. Müəllim nə Sumqayıt, nə də Gəncə şəhərində işləyir. Deməli, baxın, müəllim nə Sumqayıt, nə də Gəncə şəhərində işləmirsə, bu ya Füzulidə, ya Bakıda işləyə bilər. Cəmil Bakıda, Elçin isə Gəncədə işləmir. Elçin və Atabey iqtisadçı deyillər. Füzulidə işləyən şəxs iqtisadçı deyil. Gəncə şəhərində də çalışan şəxs iqtisadçı deyildi. Deməli, gəldik buradan Elçinlə Atabəyə iqtisadçıya qoyduq ki, Elçinlə Atabey iqtisadçı deyillər. Elə bizdə iki nəfər də iqtisadçı var deyə, avtomatik olaraq, çünki mənə deyirdi, axı onlardan ikisi iqtisadçı. Aylinə iqtisadçıya plus qoyuram, Cəmilə iqtisadçıya plus qoyuram. Digərlərinə gəldim, çıx qoydum. İndi bir də buradan cədvələ digər bir hissə əlavə eləyirəm. Bunlarda, bu hissələrdə nə olsun? Bunları da bir fərqli rənglə yazaq. Bunların işlədiyi şəhərlərdə Bakı, Sumqayıt baş hərfləri ilə yazacağam. Bakı, Sumqayıt, Gəncə və Füzuli. Bakı, Sumqayıt, Gəncə və bir də Füzuli. Bunlar da olsun belə. Yəni, bu cədvəlin ikinci hissəsinə əlavə elədik bunu. Deməli, deyirdi ki, Cəmil Bakıda, Elçin isə Gəncədə işləmir. Cəmil Bakıda işləmir, Elçin də Gəncədə işləmir. Elçin də Gəncədə işləmir. İndi bizə deyirdi ki, Gəncədə çalışan şəxs iqtisadçı deyil. Deməli, baxın, Elçin Gəncədə işləmirsə, iqtisadçı da Aylinlə Cəmil oldu da, düzdür. Çünki Elçinlə Atabey iqtisadçı deyilsə, İqtisadçılar da Gəncədə işləmirdisə, bax bu Aylinlə Cəmilə də Gəncəyə qoydum. Gəncədə işləyən kim olurdu? Gəncədə işləyən Atabey olurdu da. Atabey digərlərində işləməyəsiydi. Çünki 3 nəfər Gəncədə işləmirsə, bir dənə Atabey qalır Gəncədə işləyən. İndi bizə nə deyirdi? Deyirdi ki, müəllim nə Sumqayıt, nə də Gəncədə işləyir. Deməli, Gəncədə işləyən müəllim deyil. Müəllim nə Sumqayıt, nə də Gəncədə işləyir. Deməli, Gəncədə işləmirsə, Atabəyə müəllimə gəlib çıx qoymalıyam. Çünki Atabey Gəncədə işləyir axı. Onda Atabey müəllim deyilsə, Atabey avtomatik nə olmuş olacaq? Həkim olmuş olacaq. Atabey həkim olaraq qalırsa, onda Elçin avtomatik olaraq nə olasıdır? Müəllim olasıdır. İndi buradan bizə nə deyirdi? Müəllim nə Sumqayıt, nə də Gəncə şəhərində işləyir. Müəllim Sumqayıtda da işləmirsə, müəllimə çıx qoyduq. Sonra bizə deyirdi ki, Füzulidə işləyən şəxs iqtisadçı deyil. İqtisadçılara gəlib Füzuliyə də çıx qoyuram. Yəni, Aylinlə Cəmilə. Füzulidə işləyən şəxs iqtisadçı deyil. Onda Cəmil hara qalır? Cəmilə qaldı. Buradan baxırsınız Sumqayıt bir dənə. Cəmilə Sumqayıtda gəlib plus qoyuram. Qalanlarına çıx qoyuram. Aylinə hara qaldı? Ailinin 3 dənə çıxağı var, bir dənə Bakı qalır, Bakıya plus qoyuram. Onda Elçinə hara qalır, Elçinə də bir dənə Füzuli qalır. Çox qurtardı, getdi. Deməli, Elçin və Cəmilin hansı ixtisaslara sahib olduqlarını və hansı şəhərlərdə işlədiklərini. Deməli, Elçin müəllimdir və Füzulidə işləyir. Elçin Füzulidə müəllim, Y variantı. Cəmil də iqtisadçıdır və Sumqayıtda işləyir. 69-cu sualda cavabımız olur Y variantı.
Sonra gəldik, baxdıq 70-ci suala. Qrafdakı dövrələrin sayını müəyyənləşdirin. Gələk müəyyənləşdirək görək bizim bu qrafımızda nə qədər dövrə var. Deməli, qrafdakı dövrələrin sayı deyirsə, dövrə nədir? Hər hansısa bir təpədən çıxıb, gedib müəyyən yollarla sonda gəlib eyni təpəyə qayıda biliriksə, bu dövrədir də. Məsələn, mən sayıram. Birinci deyək, tutaq ki, mən A təpəsindən çıxdım yola. Getdim F-ə, getdim F-dən Y-yə, Y-dən dönüb A-ya qayıtdım. Bu bir dövrədir artıq. Bir dənə. Sonra tutaq ki, ikincisi, mən yenə A-dan çıxdım yola. Getdim F-ə, F-dən getdim Y-yə, Y-dən də gəldim B-yə, B-dən də təzədən yenə A-ya qayıda bilərəm. Bu da ikinci bir dövrə olasıdır. Sonra üçüncü. Mən bu dəfə A-dan çıxdım yola, getdim Y-yə, Y-dən gəldim B-yə, sonra təzədən bir də A-ya qayıda bilirəm də. Bu üçüncü bir dövrə olsun. Sonra gəlib baxırıq dördüncü suala. Dördüncü variant, özür istəyirəm. Dördüncü variantda da biz gəldik, A-dan çıxdıq yola, getdik F-ə, F-dən getdik Y-yə, Y-dən getdik D-yə, D-dən getdik C-yə, C-dən getdik B-yə, B-dən də gəldik, qayıtdıq, təzədən bir də A-ya. Bu da bax bir dövr olasıdır. Böyük bütöv götürdüm. A, F, Y, D, C, B, təzədən qayıtdım A-ya. Sonra gəlib baxıram 5-ciyə. A-dan getdim Y-yə, Y-dən getdim D-yə, D-dən C-yə, C-dən B-yə, B-dən də təzədən qayıtdım A-ya. Bu 5-ci. İndi gəlib baxırıq 6-cına. 6-cıda nə ola bilər? 6-cıda məsələn mən B-dən yola çıxıram Y-yə, Y-dən D-yə, Y-dən D-yə, D-dən C-yə, C-dən təzədən B-yə qayıda bilirəm də. Bu da bizim 6-cı dövrəmizdir. Başqa nəsə qaldı mı burada? A-F-Y-ni dedik, A-B-Y-ni dedik, A-F-Y-B-ni dedik, A-F-Y-D-S-B-ni dedik. A-Y-D-S-B-ni dedik. B-Y-D-S-B-ni dedik. Başqa dövrə yoxdur burada. Bir də baxım. Səhv hesablamamışamsa 6 dənə dövrəmiz var. Dövrələrin sayı bu şəkildə hesablanır. Yəni bir-bir yazıb baxmalısınız 70-ci sualda. Ondan sonra gəldik, baxdıq nəyə? Ümumiyyətlə, indiyənə qədər qəbullarda dövrələrlə bağlı sual düşməyibdir. Amma demin 20 sınağında dövrələrlə bağlı suallar var idi. Qayıdıb baxırıq 71-ci suala. 71-ci sualda 4104-ün kvadratı. Gəlin bir dənə baxaq bura. 4104-ün kvadratın siz necə yaza bilərsiniz? Deyirsiniz ki, 4096 plus 8 kimi yaza bilirəm. 4096 nə deməkdir? 2 üstü 12. 8 nə deməkdir? 2 üstü 3. Bunları kvadrata yüksəltdik. Bu bizə verdi. Birincinin kvadratı 2 üstü 24. Hasillərinin 2 misli 2 üstü 16 və 2 üstü 6. İkincinin kvadratı. İndi mən bunu 8-lik say sisteminə çevirsəm. Deməli, birinci nə edəcəm? 24-ü böləcəm 3-ə. 8 düşəcək, qalıqda qalacaq 0. Bu nə deməkdir? Qalığı həmişə 2-nin qüvvətinə qoyuram. Eləyir 1. Yanına da tam hissənin sayı qədər 0 yazıram. Yanına da gətirdim. 8 dənə 0 yazdım. Bu oldu 8-lik say sistemində. Bir də təkrar edirəm bu üsulu. Qalığı 2-nin qüvvətinə qoyub birinci rəqəm kimi yazırıq. Yanına da tam hissənin sayı qədər 0 yazırıq. Sonra gəldim. 16-nı bölürəm 3-ə. 16-nı 3-ə böləndə 5 düşdü. Qalıqda 1 qaldı. 2 üstü 1. 2 deməkdir. Yanına da gətirib 5 dənə 0 yazıram. 2. Yanına da gətirib 5 dənə 0 yazdım. 8-likdə. Və bir də deməli 8, 5, bir də qaldı 2 üstü 6. 6-nı böldüm 3-ə. 6-nı da 3-ə böləndə 2 düşdü. Qalıqda qaldı 0. Qalığı qoyuram 2-nin qüvvətinə. 2 üstü 0, 1. Yanına da tam hissənin sayı qədər 0 yazıram. Və gəlirəm bunları cəmləyirəm. 0, 0, 1. Daha sonra 0, 0, 2. Daha sonra 0, 0, 1. Neçə dənə 0 oldu? 6 dənə 0, 0 simvollarının sayı 6 dənə.
Bir simvollarının sayı 2 dənə. Nə qədər çoxdur? Neçə dəfə demir, nə qədər deyir? 6-dan da 2-sini çıxıram. 4 simvol çoxdur. 72. Qrafın qonşuluq matrisindəki sıfırların sayının birlərin sayından neçə vahid çox olduğunu müəyyənləşdirin. Müəyyənləşdirək. Sıfırların sayının bu gördüyünüz qrafda burada matris qursanız bu simmetrik qraf olasıdır və simmetrik qrafda da birlərin sayını biz nətər tapırdıq? Qayda bizə nə deyirdi? Deyirdi ki, birlərin sayı bərabərdir. Til sayı vur 2. Deməli, til sayı vurulsun 2. Tilləri sayıram 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə tilimiz var. Buradan aldıq 8 vur 2 bərabərdir 16-ya. Yəni birlərin sayı 16 dənədir. Sıfırların sayını nətər tapırdıq? Sıfırların da sayını tapanda qaydamız belə idi. Biz matris qursaq burada neçə təpə var? 3, 3, 6 təpə var da 6-nın 6-ya cədvəl qurasıyıq. Yəni 36 xanalı. Ona görə gəlib deyirik ki, təpənin sayını yüksəldirik kvadrata və bundan çıxırıq birlərin sayını. Birlərin sayını. Yəni sıfırların sayını tapanda. 6 dənə təpə var. 6-nın kvadratı çıxılsın 16. Bu da bizə verir 20. Deyək ki, sıfırların sayının birlərin sayından neçə vahid çox olduğunu. 20 dənə sıfır var, 16 dənə də 1 var. 20-dən də 16-sını çıxırıq. Bu da bizə 4 vahid çox olduğunu göstərir. 72-ci sualda cavabımız C variantı. Sonra gəldik, baxdıq 73-cü suala. İfadəsinin həcmini kilobaytla müəyyənləşdirin. Birinci megabaytı kilobayta çevirərəm. 10 megabayt bərabərdir. Megabayt kilobayta çevirəndə 2 üstü 10-a vururam. Onu da 1024'e vuranda bu eləyir 10.240 kilobayt. Sonra 8192 bayt. Baytı kilobayta çevirəndə bu baytla verilir də bizə. 2 üstü 10'a bölürəm. 8192'ni böldüm 2 üstü 10'a. Yəni 8192'ni böldüm 1024'e. Bu da mənə nə verdi? 8 kilobayt. 3 kilobayt qalsın. Yenə burada 222 bayt var. Baytı kilobayta çevirəndə 2 üstü 10'a bölürük. Bu da bizə 2 üstü 12 kilobayt verəsidir. Yəni 4096 kilobayt eləyir. İndi gəldik, bunları neyinirik? Cəmləyirik. Bu elədi 10240. Üstə gəldik 8, üstə gəldik 3 və üstə də gəldik 4096 kilobaytı. Bunları da cəmləsək 10240'ın üstünə 8, 3, 11, oradan da 4096 gəlsək 14347 eləyər. Yəqin ki 73-cü sualda cavabımız Y variantı olar. 74-cü sualda bizə nə deyir? Müəyyən kodlaşdırma sistemində hər bir simvol 16 bit yer tutur. Deməli, bu sistem ilə kodlaşdırılmış informasiya 4 səhifədən ibarətdir. Hər səhifədəki informasiyanın həcmi özündən sonra gələn səhifədəki informasiya həcmindən 3 dəfə azdır. Məlumatın ümumi həcminin 6400 bayt olduğunu bilərək birinci və üçüncü səhifədə toplu ekvivalentli bir sualdır. Deməli, 4 səhifədən ibarətsə qeyd edirəm. Birinci səhifə, ikinci səhifə, üçüncü səhifə, dördüncü səhifə. Deməli, hər səhifədəki informasiyanın həcmi özündən sonra gələndən 3 dəfə azdırsa, birinci səhifədə x simvol olarsa, bu özündən sonra gələndən 3 dəfə azdır. Bunda ikinci səhifədə 3x sayda simvol olmalıdır. Növbəti gələndə özündən əvvəlkindən 3 dəfə azdır. Deməli, hər səhifədəki informasiyanın həcmi özündən sonra gələndən. Yəni, ikinci səhifədə 3x, üçüncü səhifədə 9x sayda simvol olmalıdır. Və dördüncü səhifədə də 27x sayda simvol olmalıdır ki, üçüncü səhifədə özündən sonra gələndən 3 dəfə az simvol olsun. Bu oldu simvolların ümumi sayı. İndi gəldik. Hər simvol 16 bit. 16 bitimizdə 2 bayt deməkdir də. İndi 2 bayt. İndi gəldik, baxdıq. Biz buradakı simvolların ümumi sayını cəmləsək.
Bu bizə nə qədər simvol verəsidir? 27, 3, 30, 9, bir də burada 40. Ümumi cəmi simvolların sayı 40x-dir. 40x. Və mən gəlib bunu 2 baytdan hesablasam, bu mənə 6400 bayt verməlidir. Onda mən gəlib x hesablasam, 6400-ü gəlib böləcəm 80-ə. Bu da mənə nə verəcək? 80 verəcək. Məndən nə istəyirdi? Birinci və üçüncü səhifədə olan simvolların sayı. Birinci səhifədə x simvol demişdim. Birinci səhifədə 80 dənə simvol olasıdır. 80 dənə simvol. Üçüncü səhifədə isə 9x demişdim. 9-u 80-ə vuracam. 720 dənə simvol olasıdır. Deməli, 80 və 720-də 74-cü sualda bizə D variantında verilib. Fərdi kompüterlərin növlərinə aid deyil, matrisli fərdi kompüter deyil. Nədir? Printer növüdür. Lazerli nədir? Printer növüdür. Sonra bir də sensorlu ekran. Bu da yəni kompüter növü deyil. 3, 6. Bu da cavabımız olacaq B variantı. Sonra gəldik, baxdıq 76-cı sualda onluq ifadəsinin qiymətini 8-lik say sistemində ifadə edin. Deməli, gələk baxaq. Biz bunları 2 üstü 10, üstə gələk 2 üstü 9, üstə gələk 2 üstü 8, üstə gələk 2 üstü 7, 2 üstü 6, 2 üstü 4, sonra 2 üstü 3, sonra 2 üstü 2, sonra 2 üstü 1 və 2 üstü 0 və ya 1 kimi yaza bilərik. Deməli, biz gəlib 1024, 1024. Bunu belə yaza bilərik də 8-likdə gələk toplayaq. 10-u bölsək 3-ə, 10-u 3-ə bölsək 3 düşəcək, qalıqda qalacaq 1. Bu deməkdir 2 yanında 3 dənə 0. 2 yanında 3 dənə 0. Ondan sonra, yəni bu 1024-ü çevirəndə 8-likdə bu qarşılıq alınacaq. Sonra 9-u bölürəm 3-ə. 3 qalıqda da qalır 0. Deməli 3 qalıqda da 0-dırsa, bu da 2 üstü 0. 1 yanında da tam hissənin sayı qədər 0. Sonra 8-i bölürəm 3-ə. 8-i 3-ə böləndə 2 düşür, qalıqda 2 qalır. 2 üstü 2. 4 yanında 2 dənə 0. Sonra 7-ni bölürəm 3-ə. 7-ni 3-ə böləndə 2 qalıq 1 qalır. Birinci rəqəm olur 2 üstü 1, 2 yanında 2 dənə 0. Sonra 6-nı bölürəm 3-ə. 2 qalıqda 0 qalır. 2 üstü 0, 1 yanında 2 dənə 0. Sonra gəlirəm 32 yoxdur da aralarında. Hə, 4-ü bölürəm 3-ə. 4-ü 3-ə böləndə 1 qalıqda da 1 qalır. Deməli 2 üstü 1, 2 yanında da 1 dənə 0. 8, bu 2 üstü 3, 3-ü 3-ə böləndə 1 düşür, qalıqda 0 qalır. 2 üstü 0, 1 yanında 1 dənə 0. Sonra bunlarda 2, bunları da hamısını toplasaq 4, 2, 6, bir də burada 7. Bunu da birbaşa gəlib cəmləyirəm. Cəmləyəndə bura eləyəcək 7, bura eləyəcək 3, bura eləyəcək 7, bura eləyəcək 3, 3, 7, 3, 7. 76-cı sualda cavabımız A variantı. Sonra gəldik, baxdıq 77-ci suala. Yaşayış məntəqələri arasında əlaqəni göstərən qraf cədvəli verilmişdir. Cədvəldəki nömrələnmə qrafdakı adlandırma ilə üst-üstə düşmür. A və C şəhərlərinə uyğun gələn nömrələri müəyyənləşdirin. Çalışaq müəyyənləşdirək. Bir balaca böyüdək bunu. Deməli, burada bizə A təpəsi 2 təpə ilə əlaqəlidir, C təpəsi 2 təpə ilə əlaqəlidir, B təpəsi 5 dənə təpə ilə əlaqəlidir, C təpəsi 2 təpə ilə, Y təpəsi 2 təpə ilə və D təpəsi 3 təpə ilə əlaqəlidir. Buradan da gəlib baxsaq, 1 təpəsi 2 təpə ilə, 2 təpəsi 3 təpə ilə, 3 təpəsi 2 təpə ilə, 4 təpəsi 5 təpə ilə, 5 təpəsi 2 təpə ilə, 6 təpəsi də 2 təpə ilə əlaqəlidir. İndi gələk baxaq. Mən buradan rahat tapa bilərəm 5 təpəsini.
5 təpəsinin, B təpəsinin 5 təpə ilə nə əlaqəsi var? Burada da 5 təpə ilə əlaqəsi olan 4. 4-ə gəlib rahatçılıqla B yaza bilərəm. Və bir də 3 dənə, bir dənə 3 təpəsi, 3 dənə ilə əlaqəsi olan təpə var da, 3 təpə ilə əlaqəsi olan təpə də D-dir. Burada da 3 təpə ilə əlaqəsi olan 2 idi. Bu 2-yə də gətirib D yaza bilərəm. 2-yə də gətirdim, D yazdım. Məndən A və C-ni istəyir. İndi görək A ilə C-ni biz nə tər tapa bilərik? Deməli, gəlirik buradan. Biz 2 və deməli bircə dəqiqə D və B-lə əlaqəsi olan D-ni tapmışıq, B-ni tapmışıq. Bu artıq A ilə C-ni konkret nömrə olaraq. Hə, misal üçün bax bu 1-in həm D ilə, həm B ilə əlaqəsi var və 2 əlaqəlidir. Hə, bunun burası biraz qarışıq oldu. Çünki mən 1-ə 1-in əlaqəsi 3-lə 3 və 5-lə əlaqəsi olan 2-ni axtarıram. 3 və 5-lə əlaqəsi olan 3 ilə 5-lə əlaqəsi olan 2, biri C idi, biri Y idi. Bax, bu 1-in həm 2 ilə əlaqəsi var, yəni həm 3 ilə əlaqəsi var, həm 5 ilə əlaqəsi var. 3 və 5 ilə əlaqəsi olan 2 C ilə Y idi. Yəni mən 1-ə ya C ya da Y deyə bilərəm. Bir problem yoxdur burada. Sonra gəlib bu 2-yə baxıram. Bu 2-nin, bax bu 3-ün 2 əlaqəsi var. Onun biri B iləndir. Biri B iləndirsə, biri də C ilə olacaq da. Deməli, B ilə C 3 və 5 olmalıdır. Burada da cavabımız C variantı olacaq. Çünki bax, bu 2-nin, bax bu 3 təpəsi var ha. 3 təpəsində 2 əlaqə görürsünüz. Onlardan biri B iləndir. Biri B iləndirsə, biri də C ilə olmalıdır. İndi mən dəqiq deyə bilmirəm hansı A, hansı C-dir. Yəni 3 A da ola bilər, 3C də ola bilər. Eyni şəkildə 5A da ola bilər, C də ola bilər. Amma A və C-nin 3 və 5 olduğunu dəqiq demək mümkündür. Amma hansının hansı olduğunu demək mümkün deyil. 78-ci sualda 5 simvollu 760 müxtəlif sətrin deməli yaradılması üçün ən az neçə simvoldan istifadə olunmalıdır? Başa düşmədim, bir də oxuyaq. 5 simvollu 760 müxtəlif sətrin yaradılması üçün 765 simvol ən azı neçə yaradılması üçün ən azı neçə simvoldan istifadə olunmalıdır? 760 müxtəlif sətrin yaradılması üçün ən az neçə simvoldan istifadə olunmalıdır? Sual çatmadı mənə. Neyi nəzərdə tutur burada? 5 simvollu 760 müxtəlif sətrin yaradılması üçün ən az neçə simvoldan istifadə olunmalıdır? Yəni 5 dənə simvoldur. 5 dənə simvol, 760 dənə də müxtəlif sətrin olması üçün. Bu 78-ci sualı hələ ki saxlayaq. Bunu axırda qayıdıb bir də baxacağım. Baxırıq 79-cu suala. 79-cu sualda görək bizə nə deyir. 78-i saxladım hələ ki, çünki sual özümə aydın olmadı. Bir dənə yenidən düşünərəm. Deməli, xidməti klavişlərə aid olanları müəyyənləşdirin. Deməli, bizdə F1-dən F12-yə qədər olan klavişlər funksional sayılır. Funksional. Ona görə mən F3-ü və F1-i çıxıram ki, bunlar funksionaldır. İçərisində 1 və 5 olanları çıxdım. Ondan sonra yadınızda saxlayın. Formdur, enddir, page up'dır və page down düymələrdir. Page up, page down düymələri. Bunlar da kursoru idarə edən düymələrdir. Ona görə 4 olan variantları da çıxıram. Yerdə nə qaldı? 2, 3, 6 qaldı. Deməli, burada nədir məsələmiz? 79-cu sualda C-ni dedik. 80-ci suala baxırıq. 80-ci sualda görək bizə nə deyir?
Gəlin buna belə baxaq da. Bir dənə bu 78-ci sual ilişdi qaldı ağlımda. 78-ci sualda 5 simvollu e, 760 sətrin. Yəni hər sətr 5 simvoldan ibarətdir. E, Hər sətr 5 simvoldan ibarətdir. 760 müxtəlif sətrin. Ə, Deməli, mən bunu belə götürərəm də. Hər sətr 5 simvoldan ibarətsə 760. Bu lampa məsələsinə oxşuyur. Ə, Bu lampa məsələsində biz nətər deyirdik? Deyirdik ki, mən desəm ki, ümumilikdə ən az neçə müxtəlif simvoldan istifadə olunmalıdır. N simvol 5 dənə də müxtəlif vəziyyət götürsəm, n üstü 5 böyük bərabər olmalıdır 760-dan. Deməli, mən n-in yerinə elə qiymət verməliyəm ki, n-in yerinə elə qiymət verməliyəm ki, 3 versəm 125 eləyir, olmur. 4 versəm n bərabərdə 4 olmalıdır. Bu da cavabımız Y variantı. Mən sadəcə ilk olaraq sual tam çatmamışdı mənə. İndi aydın oldu. Gəlib baxırıq 80-ci suala. 80-ci sualda doğru ifadələri müəyyənləşdirin deyir. Bax görək burada doğru ifadələr nədir? Printer kağız üzərində olan informasiyanı kompüterə printer daxil etmə qurğusu deyil. Bir yanlış. Bir yanlışdırsa çıxış eləyin. AC getdi. Monitorun üfüqi və şaquli nöqtələrinin sayı onun çözünürlüyünü müəyyənləşdirir. Matrisli printerlərin sürəti 1 saniyədə çap olunan simvolların sayı ilə ölçülür. Monitordakı piksellərin sayı nə qədər çoxdursa, görüntü bir o qədər keyfiyyətsiz yox, keyfiyyətli olar. 4-ü də çıxdım. 4 olan variantları da çıxdım. Yerdə nə qaldı? 2, 3, 5 qaldı. Backspace klavişi kursordan soldakı simvolu silir. Doğrudur. Delete də kursorun sağını silirdim. Deməli, gəldik, baxdıq. 81-ci sualda nə deyir bizə? İkilik say sistemindəki cəmin doğru olması üçün boş xanalara yazılacaq simvolları müəyyən edib, həmin simvollar ardıcıllığının əmələ gətirdiyi ikilik ədədi 16-lıq say sistemində. Yəni, sadəcə bunu mu nəzərdə tutur? 1 ilə 1-i topladıq, 0, 1 yadda. 1 ilə 1, 10, 1 də yadda, 11, 1 yazdıq, 1 yadda. 1 ilə 0 nə elədi? 1 ilə 0 elədi 1. 1 də yadda 10, 0, 1 yadda. Onda bura gərək, buradan 1 yadda qalıbdır. 1 ola ki, 0 ilə 1-i toplayanda 1, 1 də yadda 10, 0, 1 yadda eləsin. Onda gərək bura 0 ola ki, 1 ilə 0, 1, 1 də yadda 10, 0, 1 yadda eləsin. Onda burada gərək 0 ola ki, 1 ilə 0, 1, 1 də yadda 10, 0, 1 yadda eləsin. Onda gərək burada 1 ola ki, 0 ilə 1, 1, 1 də yadda 10, 0, 1 yadda eləsin. 1 ilə 1, 10, 1 də yadda 11 elədi. Nə deyir? Həmin simvollar ardıcıllığının. Yəni bu 1, 0, 0, 1-in 16-lıq say sistemində ifadə edin deyirsə, bu ikiliksə gəlib buradan yazırsınız 8, 4, 2, 1. Bu da 9 eləyəcəkdir 16-lıq say sistemində. 81-ci sualda cavabımız B variantı. Gəldik, baxdıq 82-ci suala. 82-ci sualda bizə nə deyir? Deyir ki, 256 rəng çalarlı palitrada minimal bit sayı ilə kodlaşdırılan qrafik təsviri piksel sayını saxlamaqla 64 rəng çalarlı minimal bit sayı ilə kodlaşdırılan zaman həcmi 2 MB azalarsa qrafik təsvirdəki piksel sayını müəyyənləşdirin. Deməli, 256 rəng çalarlı palitrada N1 bərabərdir 256, bu 2 üstü 8 deməkdir və i1 bərabərdir 8 bit. Və deyir ki, qrafik təsviri piksel sayını saxlamaqla 64 rəng çalarlı. N2 bərabərdir 64. 64 2 üstü 6 deməkdir və i2 də bərabərdir 6 bitə. Deməli, 64 rəng çalarlı palitrada minimal bit sayı ilə kodlaşdıran zaman həcmi 2 MB azalarsa, piksel sayında A vur B desəm, onda Q1 bərabərdir 8AB, Q2 bərabərdir 6AB olacaq. Deyir ki, həcmi 2 MB azalarsa, yəni Q1 çıxaq Q2 bərabərdir 2 MB. Buradan da
8AB minus 6AB. Mən bunları bir pikselin həcmini bitlə götürmüşəm deyə 2 vurulsun 2 üstü 23 yazıram. Buradan tapıram ki 2AB bərabərdir 2 vurulsun 2 üstü 23-ə. AB də bərabərdir 2 üstü 23-ə. Bu elə mənə piksellərin sayını verir. İndi mən variantlardan 2 üstü 23-ü axtarıram. O da C variantı olar. 2 üstü 10 vuraq. 2 üstü 13, 2 üstü 23 eləyir. 82-ci sualda cavabımız C variantı. 83-də ikilik təsvirində 0 və 1 simvollarının sayı bərabər olan onluq ədədləri müəyyənləşdirin. Deməli, 0 və 1 simvollarının sayı bərabər olan onluq ədədləri müəyyənləşdirin. Deməli, 41-i nətər yaza bilərik? 32 üstəgələk 8 üstəgələk 1 kimi yazmaq olar. Bu 2 üstü 5 və bir 32 2 üstü 5 deməkdir. Bura yazdıq 1. Dördüncü qüvvət yoxdur, yerinə 0. Üçüncü qüvvətin yerinə 1. İkinci qüvvətin yerinə 0. Birinci qüvvətin yerinə 0. Bir də burada 1 olacaq. Əgər səhv hesablamadımsa 0, 1, 2, 3, 4, 5. Aha. 5-ci qüvvət var. 3-cü qüvvət var. Bir də 0-cı qüvvət var. Aha. Sonra baxdım 38-ə. 38-i nətər yazdım? 32 plus 4 plus 32, 4, 36 plus 2 kimi yazdım. Bu da olacaq 1, 4-cü qüvvət yoxdur, 3-cü qüvvət yoxdur, 2-ci qüvvət var. Yəni 4. Sonra 1-ci qüvvət də var, 0-cı qüvvət yoxdur. Bu da olacaq beləsinə. Deməli, bərabər olan onluq ədədləri. Burada 3 dənə 1, 3 dənə 0. Burada da 3 dənə 1, 3 dənə 0 var. Deməli, bu 1 ilə 2 bərabərdir də. Bəs digərlərinə baxaq görək. 43. 43 nətər olacaq? 32 plus 8 plus 2. Bu da 2 üstü 5. 5-ci qüvvət, 4-cü qüvvət yoxdur. 3-cü qüvvət var. 2-ci qüvvət yoxdur. 1-ci qüvvət var. Bir də belə. Onda bu da bunlarla eyni oldu. 3 dənə 0, 3 dənə 1. Sonra 48-ə baxsaq. 48-ə baxsaq. 48-də 32 plus 16 deyə bilərik. Burada 5-ci qüvvət var, 4-cü qüvvət var, 3-cü qüvvət yoxdur, 2-ci qüvvət yoxdur, 1-ci qüvvət yoxdur, 0-cı qüvvət yoxdur. Sonra gəlib 49-a baxsaq, 49 da 32 plus 16 plus 1 deməkdir. 5-ci qüvvət var, 4-cü qüvvət var, 3 yoxdur, 2 yoxdur, 1 yoxdur, bir də 0-cı qüvvət var. Sonra bir də 51-ə baxsaq, 51-də də 32 plus 16 plus 2 plus 1. Deməli, heç mən bunu bu qədər uzun yazdım. Yəni, bunu gəlin daha rahat variantını deyək də biz sizə. Gəlin bir dənə bunları silək. Bunları sildim. Daha rahat variantı bircə dəqiqə nətər olacaq bunun? Heç mən o 0-ı 1-i yazmama gerək yox idi. Deməli, baxın bunu belə eləyirik. 41. Bunu bir balaca kiçildək qələminin. Aha, 41 nədir? 32 plus 32 plus 8 plus 1. Deməli, burada ən böyük qüvvət 5-dirsə, bu olacaq 6 rəqəmli, 6 rəqəmli. Neçə dənə toplanan var? 3 dənə. Deməli, 1-in sayı olacaq 3. 0-ın ise 6 rəqəmli ədəddirsə, 6 rəqəmli olduğunu hardan bildim? İçərisində ən böyük qüvvət nədirsə, qüvvətin üstündə 1 gəlirəm də. 6 rəqəmli ədəd 3 dənə toplanan olduğuna görə 3 dənə 1 olacaq. 0-ın sayı da olacaq 3 dənə. Sonra gəldim, baxdım 38-ə. 38 nə deməkdir? 32 plus 4 plus 2 deməkdir. Yenə bu da 6 rəqəmli ədəd olacaq. Nə bildim? İçərisində yerləşən ən böyük 2 qüvvəti 5-dir. Üstünə 1 gəldim. 6 rəqəmlidir. 3 dənə toplananlar da 2-nin qüvvətləri və 1 olmalıdır ancaq.
3 dənə toplanan varsa, birlərin sayı 3 dənə, sıfırların sayı da 3 dənə olasıdır. Sonra eyni qayda ilə 43-ə baxdım. 43, 32 plus 8 bu eləyir 40 plus 2 plus 1 deməkdir. 43-də. 32, 8, 40, 42, 1. Aha, bu da 6 rəqəmlidir. 6 rəqəmli. Amma burada birlərin sayı, toplananların sayıdır 4'dür. Sıfırların sayı burada 2'dir. Yəni, məsələn, bunlarda 0, 1 sayı bərabərdir. Amma bunda bərabər deyil. Sonra gəldim, baxdım 48'ə. 48 nə deməkdir? 32 plus 16. Bu da 6 rəqəmlidir. 6 rəqəmli. Birlərin sayı 2 dənədir. Sıfırların da sayı 4 dənədir. 0 və 1 simvollarının sayı bərabər olanları istəyir bizdən. Deməli, bu da getdi. İkilik təsvirində 0 və 1 simvollarının sayı bərabər olsun. Hələ ki, 1 ilə 2-də 3 dənə 0, 3 dənə 1 bunlar bərabər gedir. Sonra gəldim, baxdım 49'a. 49, 32 plus 16 plus 1 deməkdir. Yenə bu 6 rəqəmlidir. 6 rəqəmli. Çünki ən böyük qüvvət 5-dir. Üstə 1 gəlirəm 6. Burada 3 dənə 1 olacaq. 3 dənə də 0 olacaq. Toplananların sayı birlərin sayıdır. Bu 5'i götürəsiyəm. Bir də gəlib baxıram 51'ə. 51 nə deməkdir? 32 plus 16 plus 48 plus 2 plus 1. Bu da 6 rəqəmlidir. 6 rəqəmli. Amma burada 4 dənə 1 var, 2 dənə 0 var. Toplananların sayı birlərin sayıdır da. Elə 83-cü sualda cavabımız olacaq 1, 2, 5. Qutardı getdi. Bu ən rahat yol buydu. Prosto birinci mən bir-bir hesablamağa çalışdım. O biraz vaxt itkisi 84-cü sualda deyir ki, azalan sıranı müəyyənləşdirin. Deməli, 2047 bayt. 1 kilobaytımızda 1024 baytdır. 1024 bayt. 32'də 1 megabayt. 32'də 1'i megabaytı bayta çevirəndə 2/20'yə vururuq. Bu da nə eləyəcək? 2/20 böl 2/5 deməkdir. Bu da 2/15 eləyir bayt olaraq. 2/15 bayt da 32'min neçəsi eləyəcək də. 2/11 bit. Bunu da uzaqbaşı çevirsəm bayta 2/11'i 2/3'ə bölərəm. Bu da 2/8, 256 bayt verər bizə. Azalan sıranı müəyyənləşdirin deyirsə, birinci 3, sonra 1, sonra 2 və sonra 4, 3, 1, 2, 4, 84-cü sualda. Gəldik, baxdıq 85-ci suala. Unicode standartında yazılmış 256 səhifəlik kitabın orta hesabla hər səhifəsində 40 sətr, kitabın informasiya həcminin 400 kilobayt olduğu məlumdursa, bir səhifədəki simvol sayını müəyyənləşdirin. Baxın, biz buradan əvvəlcə bir sətirdəki simvol sayını tapıb, sonra bir səhifədəki simvol sayını müəyyənləşdirməliyik. Sual biraz çarxdırıcıdır. Uşaqların çoxu çarxa biləcək bu məsələdə. Deməli, çünki şərti diqqətlə oxumasalar çarxacaqlar təbii ki. 256 səhifədir. Hər səhifədə 40 sətr var. Hər sətirdə 2 sayda simvol var və Unicode standartında 2 baytdan bir simvolun həcmini hesabladıq və kitabın həcmi 400 vur 2/10 dedim. Niyə? Çünki bu kilobayt idi. Mən bu tərəfi də baytla ifadə elədim. Onda mən gəlib x hesablasam, 400 vurulsun 2/10 bölünsün 40 vur 2/9 yazıram da 2/8 bir də burada 2/9. Bundan bu ixtisar gedəcək. Yerdə qalacaq 10 vur 2 bu eləyir 20. Amma sualın cavabı 20 deyil. Niyə? Çünki bu bir sətirdə olan simvol sayıdır. Bir sətirdə olan simvol sayı. Bizə nə deyir? Bizə deyir ki, bir səhifədə də 40 sətr var idi. Hər sətirdə də 20 simvoldan hesablasaq, bu da eləyəcək 800 simvol. 85-ci sualda cavabımız 800. 86-cı sualda 3, 5, 8, 6 rəqəmlərindən istifadə etməklə yalnız 3 rəqəminin təkrarlana biləcəyi neçə müxtəlif 3 rəqəmli ədəd düzəltmək olar? Yalnız 3 rəqəminin təkrarlana biləcəyi neçə müxtəlif 3 rəqəmli ədəd düzəltmək olar? Deməli 1, 2,
Üç rəqəmli ədədlər düzəldirəm. Bizim birinci rəqəm üçün 4 seçimimiz var. Yəni mən gəlib birinci rəqəmin yerinə 3, 5, 8, 6 qoya bilərəm. 3, 5, 8, 6. 4 dənə seçimimiz var. 4 dənə seçimimiz. Tutaq ki, bu yalnız 3 rəqəminin təkrarlandığı deyir. Yəni birinci rəqəmimi 4-ün arasından seçirəm. 4-ün arasından seçirəm. Bu 3 olsa yerdə 3 seçim qalır. 3 olmasa da yerdə yenə digər rəqəmlər təkrarlanmamalıdır da. Yerdə yenə 3 seçim qalır. Götürdük belə. 3. Tutaq ki, bircə dəqiqə. 3, 5, 8, 6 rəqəmlərindən istifadə etməklə 3, 5, 8, 6 rəqəmlərindən istifadə etməklə 3 rəqəminin təkrarlana biləcəyi, yalnız 3 rəqəminin təkrarlana biləcəyi neçə müxtəlif 3 rəqəmlərdə düzəltmək olar. Biz bir dənə buna belə baxaq əvvəlcə. Deməli, gəlin belə deyək. Tutaq ki, mən 3 ilə yazıram ədədi. Mən ədədi 3 rəqəmlə 3 ilə yazsam, 300, birinci başlayıram, 333 yaza bilərəm. Çünki 3 rəqəmi təkrarlana bilər. Sonra 335 yaza bilərəm. 336 yaza bilərəm. 338 yaza bilərəm. 338 yaza bilərəm. Ondan sonra bir də 353 yaza bilərəm. 356 yaza bilərəm. 358 yaza bilərəm. 358 yaza bilərəm. Sonra 363 yaza bilərəm. 365 yaza bilərəm. 368 yaza bilərəm. Və bir də 383 yaza bilərəm. 385 yaza bilərəm. 386 yaza bilərəm. 3 ilə olanların sayı bu qədərdir. 4, 9, 13 dənə. 13 dənə. İndi digərlərindən də birini götürüb yazıb 3-ə vurmalıyam. 5 dənə olsa 533 yaza bilərəm. 533. 5 ilə başlayanlarda. Elə qoy belə yazaq. 5 ilə başlayanlardan 533 yaza bilərəm. Sonra 536 yaza bilərəm. 536 yaza bilərəm. 538 yaza bilərəm. Çünki digər rəqəmlər təkrarlanmamalıdır. 5 ilə başlayanlardan sonra 563 yaza bilərəm və 583 yaza bilərəm. 563 və bir də 583 yaza bilərəm. 5 ilə başlayan başqa birini yaza bilərəm. Hansı ki, orada 3 rəqəmi təkrarlanmasın. 533 yazdım, 536 yazdım. 538 yazdım. 563 yazdım. 583 yazdım. Sonra bir də 568 də yaza bilərəm də. 568 də yaza bilərəm. 63, 83, 68, bir də 586 yaza bilərəm. Hansı ki, digər rəqəmlər təkrarlanmayıbdır. 536, 538, 7 dənə seçim. Başqa varmı? Digərlərində, indi mən bunu 6 və 8 üçün yazanda da onların hər birində də 7 seçim olacaq. 13, 21, 13 ilə 21-i toplayanda bu da bizə verəcək 34. Əgər yanlış hesablamamışamsa, cavabımız 34 olmalıdır. Bir dənə baxaq görək, buna riyazi yanaşma eləyə bilərikmi? Necə düşünmək olar bunu?
Onu şöyle belə olmalı. Çünki riyazi yanaşmada riyazi yanaşma ilə baxsaq biz buna 3, 5, 8, 3 rəqəmdir də. Tutaq ki, mən birinci rəqəmi seçsəm 4-ünün arasından, yox, riyazi yanaşma ilə doğru alınmır orada. 34 olmalıdır cavab. Ola bilər ki, nəsə diqqətimdən qaçmış ola bilər bu sualda. Təzədən bir də baxacağım. Prosta indi öncədən hazırlıq eləməmişəm deyə. Ə, yəni bilmirəm, yəni ola bilər bəlkə yanlışlıq olsun, bəlkə olmasın. 87-ci suala baxırıq. Deyir ki, nə deyir burada bizə? Ekranın düym ölçüsü və video yaddaşının ölçüsü. Deməli, burada bir Asus VivoBook Pro N7600 Intel Core i 19 deməli bizə nə verirdi? Ekran RTX 4090 e, deməli burada 16 ekranın düym ölçüsü 16 düym olmalıdır və video yaddaşının ölçüsü 8 GB-dır. Burada video yaddaşının ölçüsü 8 GB-dır. Ümumiyyətlə ekran parametrləri həmişə yadınızda saxlayın. Bu ardıcıllıqda sonda olur. Bax, bu 8 GB bizdə nə olacaq? 8 GB olacaq bizdə video yaddaşının ölçüsü. Birə cavabımız olacaq D variantı. Birə cavabımız olacaq D variantı. Və 2-yə də cavabımız olacaq 16 inç. Cavab bu. Bu da ekran ölçüsüdür. Ekranın düym ölçüsü. Birə də C variantı. Burada 1C, 2D. 87-ci sualdan. 88-ci sualda bizə nə deyir? 88-də deyir ki, şəkildə N rayonunun yol sxemi qraf şəklində göstərilmişdir. Cədvəldə isə bu yolların hər birinin uzunluğu haqqında məlumat verilir. Cədvəldəki nömrələmə qrafdakı adlandırma ilə üst-üstə düşmür. B nöqtəsindən C nöqtəsinə qədər olan yolun uzunluğu ilə D nöqtəsindən Y nöqtəsinə qədər olan yolun uzunluğunun cəmi nə qədərdir? Deməli, burada T 6 dənə təpə ilə əlaqəlidir də. 6 dənə təpə ilə əlaqəlidir. A 2 təpə ilə əlaqəlidir. B 3 təpə ilə əlaqəlidir. C 3 təpə ilə əlaqəlidir. D 3 təpə ilə əlaqəlidir. Y-nin də 3 təpə ilə əlaqəsi var. Və H-ın da 2 təpə ilə əlaqəsi var. Deməli, biz gəldik, baxdıq. M1-in əlaqəsi 2 təpə iləndir, M2-nin əlaqəsi 3 təpə iləndir, M3-ün əlaqəsi 2 təpə iləndir, M4-ün əlaqəsi 3 təpə iləndir, M5-in əlaqəsi 6 təpə iləndir, M6-nın əlaqəsi 3 təpə iləndir, M7-nin əlaqəsi 3 təpə iləndir. Deməli, burada biz T-ni rahat tapa bilərik. Çünki bu əlaqələri buradan da yazdım. M1-də 2, M2-də 3, M3-də 2, M4-də 3, 6, 3 və 2. Deməli, gəlin baxaq. Biz buradan nəyi tapa bilərik? T-ni təbii ki, rahat tapa bilərik. T-nin M5 olduğu görsənir onsuz da. Bura T-dir. Yəni, bu M5 T olmalıdır. İndi bizdə iki əlaqələr bizdən hansı məsafəni istəyir? D nöqtəsindən Y nöqtəsinə qədər olan məsafəni istəyir də. Qrafımız da elə qrafdır ki, mən hansı istiqamətdə getsəm, tutaq ki, mən M1-ə A desəm. Məsələn, M1-in əlaqəsi 2-dir də, A-nın əlaqəsi nə iləndir? B ilə və T iləndir. O dəqiqə M2-yə gəlib, M1-in əlaqəsi M2 iləndir və T iləndir. M2-yə gəlib B deməliyəm. M2-yə gəlib B deməliyəm. B-nin əlaqəsi nə iləndir? A iləndir, T iləndir və bir də nə iləndir? C iləndir də B-nin əlaqəsi. B-nin əlaqəsi M6 iləndir. Və M6-ya bura T, burada gəlib C desəm. M6-ya da gəldim C dedim. İndi C-nin əlaqəsi nə iləndir? C-nin əlaqəsi buradan da yazıram. M1-ə A demişəm. M2-yə B demişəm, M5-ə T demişəm, M6-ya C demişəm. İndi məsələn, C-nin əlaqəsi nə iləndir? C-nin əlaqəsi B iləndir, T iləndir, bir də D ilə olmalıdır da. Onda M7-də D olmalıdır. M7-yə də gəlib D ilə deyirəm. İndi baxıram D-yə. D-nin əlaqəsi nə ilə olasıdır?
D-nin əlaqəsi də olasıdır C ilə, Y ilə, T ilə. D-nin əlaqəsi T ilə gördüm, C ilə gördüm, bir də Y iləndir. Y iləndir. Deməli, M4-ü də gəldim, Y dedim. Onda burada qalan M3-də H olmalıdır da. M3-də H olmalıdır. İndi mən gəlib baxsam nəyə? Deyir ki, B nöqtəsindən C nöqtəsinə qədər olan yolun uzunluğu ilə D nöqtəsindən Y nöqtəsinə qədər olan yolun uzunluğunun cəmi nə qədərdir? İndi mən baxıram B-dən C-yə. B-dən C-yə yolun uzunluğu 13-dür. Üstə gələk. D nöqtəsindən Y nöqtəsinə. D-dən də Y-yə yolun uzunluğu nədir? 7-dir. 13-dən 7-ni cəmləyəndə bu mənə verir 20. İndi mən bunu beləsinə düzdüm. Yəqin ki, mən bunu digər üsulla düzsəm də, indi burada cavabı nə almışam? 20 almışam. Mən bunu digər üsulla düzsəm də, gəlirəm, baxıram burada nəyə? Tutaq ki, gəldik, baxdıq. Tutaq ki, gəldik, baxdıq. Yenə məndə burada 6 dənə əlaqə var. 2 əlaqə, 3 əlaqə, 3 əlaqə, 3 əlaqə, 3 əlaqə, 2 əlaqə. Buradan da M1-də 2, 3, 2, 3, 6, 3, 3. Bu əlaqələri buradan da yazıram. 2, 3, 2, 3, 6, 6, 6, 2, M6-ya 3 daha doğrusu və bir də 3. İndi mən bayaq M1-ə nə ilə başladım? A ilə başladım da, düzdürmü? Bu dəfə M1-i H ilə başlayıram. Çünki 2 əlaqədir və T ilə əlaqəsi var. Deyirəm ki, bura H olsa, M1-ə gətirdim, bura qoydum H. H-ın T-ni də görürəm ki, M5-dir də. T-ni də gətirdim, qoydum bura M5-in yanına. H-ın əlaqəsi olan bir T-dir, bir də Y olmalıdır. Onda bura gətirib M2-yə Y yazmalıyam da. Bura gətirdim, Y yazdım. M2-yə burada gətirib Y yazıram. İndi Y-nin əlaqəsi nə iləndir? H-landır, T iləndir, bir də D iləndir. Onda gətirib bu M6-ya D yazacağım. Burada da M6-ya gətirdim, D yazdım. D-nin əlaqəsi nə iləndir? Y iləndir, T iləndir. Bir də D-nin əlaqəsi Y ilə T ilə, bir də C ilə olmalıdır. M7-yə gətirib C yazacağım. M7-yə gətirdim, C yazdım. İndi baxıram, C-nin əlaqəsi nə iləndir? C-nin əlaqəsi T iləndir, D iləndir, bir də B ilə olmalıdır. Onda M4-ə gətirib B yazacağım. M4-ə gətirdim, B yazdım. Onda yerdə qalan da A olacaq. Bu dəfə də belə düzdüm. İndi belə düzəndə yenə BC-nin uzunluğuna baxıram. Yerləri dəyişəcək yəqin ki. BC-nin uzunluğu burada 7. DY-nin də uzunluğu buradan gəlin baxın. DY-nin də uzunluğu 13. Yenə də nəticə etibarı ilə eyni şey alınır. Hər iki tərəfdən baxanda 88-ci sualda cavabımız olacaq 20. Sonra gəldik, baxdıq 89-cu suala. Nə deyir? Deyir ki, Unicode kodlaşdırma sistemində informasiya həcmi 29 MB olan sənəddə mətn informasiyası ilə yanaşı 5 ədəd 1 MB-lıq qrafik təsvir var. Aha. Bu sənədin simvol sayı dəyişmədən 64 simvollu minimal əlifba ilə kodlaşdırdıqda həcmi neçə megabayt azalar? Deməli, deyir ki, informasiya həcmi 29 megabayt olan sənəddə deməli, mən deyirəm ki, birinci halda Q1 bərabərdir. Unicode-da bir simvol 16 bitdir. 16 bitdən x sayda simvol üstə gələk. Üstə gələk. 5 ədəd 1 megabaytlıq təsvir. 5 ədəd 1 megabaytlıq təsvir. Ümumi həcm bərabər olmalıdır 29 megabayta. Onda buradan 16 vuraq x bərabərdir 24. Bu da megabayt idi də. Bərabərdir 24 megabayta. Onda x simvolların sayı bərabərdir. 24 vurulsun 2 üstü 23 bölünsün 16. Niyə? Çünki 16 bitlə götürdüm də mən. Ki hesablamam rahat olsun. Bu da mənə verəcək 24 vur 2 üstü 19. 23-dən 4-ün çıxanda bu mənə verir simvol sayı. Simvol sayı. İndi mənə nə deyir? Deyir ki, bu sənədin simvol sayını dəyişmədən 64 simvollu əlifbada kodlaşdırdıqda həcmi neçə megabayt azalar? İndi 64 simvollu əlifbada kodlaşdıranda Q2 bərabərdir. 64 simvollu əlifbada bir simvol 6 bitdi. Yazdım 6 vurulsun 24 vurulsun 2 üstü 19 üstə gələk 5
megabayt deyək də buna. 5 dənə 1 megabayt. Bunu da gəlib hesablasaq, bu bitləndir. Biti megabayta çevirəndə bunu gəlib 2 üstü 23-ə bölərəm. 6-nın içərisində 3 vur 2 var. 3 vur 2. 24-ün içərisində 3 vur 8. Elə bir 3 vur 2 vur 3 vur 2 üstü 3 vur 2 üstü 19 bölünsün 2 üstü 23 üstə gələk 5 megabayt. Deməli gəldik baxdıq 2 üstü 23-lər getdi. 3-ü çevrəndə 9 5 bu da nə elədi? 14 megabayt elədi də. Yəni ikinci dəfə 6 bitlik əlifba ilə kodlaşdıranda 14 megabayt elədi. Həcmi neçə megabayt azalar? 29 idi, həcmi 14 oldusa, deməli 15 megabayt azalar deyirik 89-cu sualda. Aha, gəldik baxdıq sonuncu suala. Say sistemlərinə aid olan bir sualdır. Onluq say sistemində verilmiş 8196 kvadrat plus 36 ifadəsinin qiymətinin 8-lik təsvirində 0 və 4 simvollarının sayının hasilini ikilik say sistemində ifadə edin. Deməli, getdik. Burada nə deyirik? Birinci 8196-nın kvadratına baxıram. 8196 nə deməkdir? 2 üstü 13-ün kvadratı deməkdir. Plus 36. 2 üstü 13-ün kvadratı. Elə gəlin birinci bu 2 üstü 13-ün kvadratına baxalım. 2 üstü 13-ün kvadratı bərabərdir. Bu 2 üstü 26 verəcək mənə. Mən 26-nı böləcəm 3-ə. 8, qalıqda da qalacaq 2. Qalıqda da 2 qalacaq. Bu bizə nə verəcək 8-lik say sistemində? 2 üstü 2, 4. Yanında da 8 dənə 0 alacam da mən. 1, 2, 3, 4, 5, 6, 7, 8. Və bunun üstünə 36. 36-nı da gəlin 8 deyə çevirək. Bunu da belə-belə çevirirəm. 4, 8-im 32. Qalıqda qalır 4. Burada nə verir? 44, 8-likdə. Deməli, bunları da gəlib toplayanda 4, 4, sonra 6 dənə 2, 3, 4, 5, 6 dənə 0, bir dənə də 4. Deməli, 6 dənə 0, 6, 0. 6 dənə 0 və 3 dənə də 4 var da burada. İndi deyir ki, 0 və 4 simvollarının sayının hasilini ikilik say sistemini ifadə edin. Bu da mənə verir 18. 18 də nə deməkdir? 18 də 16 üstə gəl 2 deməkdir də. Bu da nə eləyəcək? 16 2 üstü 4 deməkdir. 4-cü qüvvət. 3-cü qüvvət yoxdur. 2-ci qüvvət yoxdur. 1-ci qüvvət var. Və bir də 0-cı qüvvət də yoxdur. Yəni beləsinə. 0, 1, 2, 3, 4 nömrələyəndə bu alınır. 1, 0, 0, 1, 0, 2-likdə. Bu da olur sonuncu sualımızın izahı. Belə yoldaşlar, bu video izahında sonuna gəldik sizlə bir yerdə. Ümidvaram ki, hər biriniz üçün faydalı olar. Video kontentlərimizə düzdür bir müddətli fasilə vermişik, amma çalışacağıq ki, yenidən kanalımıza video izahlar, test izahları, sınaq izahları yerləşdirək. Dərslərimizdən faydalanmaq üçün 070 204 80 87 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Noyabr ayına yeni qruplarımız gözlənilir, həm yəni, həm onlayn şəkildə. Noyabr ayından başlayacaq qruplarımıza, dərslərimizə qatıla bilərsiniz. Diqqətinizə görə sağ olun, hələlik hər birinizə uğurlar.